İnsan gərək imtihanlardan məyus olmasın, bədgüman olmasın, Allahdan narazı olmasın. Həzrəti Davud Peyğəmbərdir. Allah ona deyir ki, istəyirsən biləsən ki, cənnətdə səninlə eyni dərəcədə kim olacaq? Burada demir, cənnətdə sənin yanında. Ola bilər biz məsələn inşallah Peyğəmbərin yanında olaq. Amma biz eyni dərəcədə olmayacaq. Yanında olmaqla eyni dərəcədə olmaq başqa şeydir. Bu hədisdə deyir ki, Davud əleyhissalama istəyirsən biləsən ki, cənnətdə səninlə eyni dərəcədə kim olacaq? Həzrət Davud deyir, əlbəttə istəyirəm. Deyir, get filan məntəqəyə, filan kəndə, filan qadın var, onu tap, o səndən eyni dərəcədədir behişdə. Fəsarə Davud iləyha. Tələsik getdi Həzrəti Davud. Maraqlıdır da görəsən ki, həmnişinin cənnətdə sənin yanında eyni dərəcədə olan adam kimdir? Gəldi o qadını danışdırdı. Gördü ki, xüsusi bir əməli yoxdur. Vacibdən başqa heç nə eləmir. Bir dənə müstəhəb əməl eləmir. Ancaq vaciblərini yerinə yetirir. Qadına dedi ki, bilirsən ki, məndən bir dərəcədə olacaqsan cənnətdə. Deyir, əlbəttə bilirəm. Mənə də Allah xəbər verib, bilirəm. Bəs nəyə görə, nə xüsusiyyət var səndə? Deyir, bir dənə mənim xüsusiyyətim var. Elə buna görədir. O xüsusiyyət budur ki, heç vaxt şikayət eləmədim, heç vaxt. Niyə belə oldu demədim, niyə belə oldu demədim. Varlılıqda, kasıblıqda, xəstəlikdə, sağlamlıqda bir dəfə demədim, niyə belə oldu, o belə demədim. Peyğəmbərin həyatı boyunca bir dəfə dilindən eşitmədilər ki, kaş belə olaydı, belə bir söz eşitmədilər. Kaş belə yox, belə olaydı, belə bir söz eşitmədilər. Bu səbəb olur ki, Peyğəmbərlə insan eyni dərəcəyə Davud əleyhissalamdan gəlib çatır.